2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədi ilə milli valyutanın mübadilə məzənəsinin sabitliyi manatın ABŞ dollarına qarşı məzənəsinin 1,7 manat səviyyəsində qalması təsdiqlənəcək. Global Info xəbər verir ki, bu Maliyyə Nazirliyinin hazırladığı vətəndaşın büdcə bələdçiliyində öz əksini tapıb. Belə ki, 2026-cı ildə üdüm real istifadədə 2,9% artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft qaz üdüm real istifadədə 5% artaraq 101,7 milyard manat təşkil edəcək. Üdümün tərkibində qeyri-neft qaz sektorunun payının artaraq 75,8%-ə çatacağı gözlənilir. Proqnozlara əsasən 2026-cı ildə neft qaz sektoru üzrə üdüm real istifadədə 2,4% azalacaq. Bu il Azerlight markalı xam neftin qiyməti bir barel üçün 65 ABŞ dolları qəbul edilib. Orta müddətli dövrün sonu üdümün həcmi 161,8 milyon manatadək, onun qeyri-neft qaz sektorunun aid hissəsinin xüsusi seçki isə 80%-ədək